bu il yanvarın 1-dən qüvvəyə minən qida təhlükəsizliyi haqqında qanunda bir sıra tələblər əksini tapır. Bəs xaricdən gətirilən qida məhsullarının keyfiyyətinə necə nəzarət olunur? Əməkdaşımız Vüsal Arifsoy xaricdən gətirilən qida məhsullarının yoxlanılması prosesində yaxından iştirak edib. Ölkəyə ixal olunan qida məhsullarının əvvəlcə sənədləri yoxlanılır. Sənədlər qaydasında olduğu halda keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğu müəyyənləşdirmək məqsədi ilə məhsullardan nümunələr götürülür və laboratoriyalara göndərilir. Məhsullar ilk mərhələdə qeydiyyata alınır, kodlaşdırılır, daha sonra isə çeşidlənir və bundan sonra isə məhsullar müvafiq laboratoriyalara yönləndirilir. Nümunə qəbul ediləndən sonra məxfiliyin qorunması məqsədi ilə qablaşmanın üzərinə barkod vurulur. Burada məhsula aid məlumatlar qeyd olunur. İdxal olunan məhsullar qeydiyyata alındıqdan sonra onların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müəyyən laborator müayinələr həyata keçirilir. İstehlak olunan qida məhsulları insanın gündəlik qidalı maddələrə və enerjiyə olan fizioloji tələbatını təmin etməlidir. Orqanoleptik xüsusiyyətləri və fiziki kimyəvi göstəriciləri də normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır. Bu baxımdan bizim laboratoriyamızda qida məhsullarını təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laborator müayinələr həyata keçirilir. Laborator analizlərin nəticəsi müsbət olduğu halda həmin məhsulların dövrəyə buraxılmasına icazə və sertifikatlar verilir. Nümunələr tələblərə uyğun gəlmədikdə isə həmin məhsulların ölkə hüdudundan çıxarılması, ölkə hüdudlarından çıxarılması və ya məhv edilməsi, utilizasiyası barədə müvafiq qərarlar çıxarılır və tərəfimizdən icra olunur. İdxalda hər hansı bir uyğunsuzluq aşkar edilirsə, bu beynəlxalq normalara uyğun olaraq həmin dövlətlərin müvafiq qurumlarına agentlik tərəfindən aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar bildirişlər göndərilir ki, həmin uyğunsuzluqlar aidiyyatı dövlətlərin müvafiq qurumları tərəfindən araşdırılsın və nəticələri bizə bildirilsin. Bu il yanvarın 1-dən qüvvəyə minən qida təhlükəsizliyi haqqında qanuna əsasən yüksək risk qrupuna daxil olan məhsulların istehsalçıları və onu ölkəmizə idxal edən şirkətlər Azərbaycanda qeydiyyata alınmalıdır. Xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiqlənəndən sonra icazə verilir. Vüsal Arifsoy, Ruslan Abbas, Bağır Kərimov, Mümtaz Xəlilzadə, ASTV Xəbər.